Azərbaycandır. Gel bir tane tezden geç. Bir, iki, üç. Qarabağ Azərbaycandır. Baba. Hazırda Yevlaxa bağlanırıq. Əməkdaşımız İsmail Əmirli Yevlax sakinlərinin qazandığımız qələbə ilə bağlı təəssüratlarını bizimlə bölüşəcək. İsmail, hər vaxtın xeyir İsmail, buyur səni eşidirik. Bəli, eşidirəm sizi. Hər vaxtınız xeyir olsun. Bəli, biz hazırda Yevlax şəhərindəyik. Qeyd edeyim ki, digər bölgələrimizdə olduğu kimi Yevlax şəhərində də bu möhtəşəm qələbə bayram edilir. İnsanlar günün səhər saatlarından etibarən şəhərdə, parklarda, küçələrdə, Yevlaxın kəndlərində bunu bayram edirlər. Azərbaycanın rəşadətli ordusu sayəsində ordumuz göstərdiyi şücaət nəticəsində torpaqlarımız işğaldan azad olundu və təbii ki, hər bir Yevlaxlının ürəyi doludur bu saatlarda. Hər kəsin ürəyi doludur. İstəyərəm öz sözlərini çatdırsınlar. Buyurun, zəhmət olmasa özünüzü təqdim edin. Elnarə Əzizova, Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bütün xalqımızın gözü aydın olsun. Bugünkü gündə hər birimiz Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında baş əyirik. Bu böyük qələbəni bizə yaşatdığına görə Ali Başkomandan İlham Əliyev cənablarına, müzəffər Azərbaycan ordusuna qarşısında baş əyirik. Öz dərin təşəkkürümüzü bildiririk. Və şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qarabağ Azərbaycandır. Yaşasın Azərbaycan, yaşasın İlham Əliyev. Buyurun, özünüzü təqdim edin. Rəsmiyə Əliyeva, Yevlax sakini. Mən də bu sevincə qoşuluram. Allah birinci İlham Əliyevin canını sağ eləsin. Allah ona ömür versin. Bu bəlalardan bizi qurtardı. Allah şəhidlərimizə də rəhmət eləsin. Sağ salamat xeyirli gedənlər də əskərlərimiz evə qayıtsın. Çox sağ olun, təşəkkür edirəm. Siz özünüzü təqdim edin, zəhmət olmasa. Bax, necə hisdir, nə hisslər keçirdirirsiniz? Bax, onu bizimlə bölüşün. Biz bu günlərim çox dəhşətli hisslər keçirdirik. Mənim əzizlərim, şəhidlərimizin qarşısında baş əyirik. Onlar hər zaman bizim üçün müqəddəsdir. Azərbaycan torpağı hər zaman bizim üçün müqəddəsdir. Biz rəhbərimizə minnətdarıq. Prezidentimizin qarşısında baş əyirik ki, azadlığı bizə verdi. Bu azadlığı biz yaşayırıq. Şəhidlərimiz qarşısında baş əyirik. Ruhları şad olsun deyirik. Yaşasın Azərbaycan. Zəhmət olmasın. Vətəni sevmək azdır, onu qorumaq gərək. Vətənin demək azdır, vətənin olmaq gərək. Çox sağ ol, təşəkkür edirəm. Sağ ol. Sən işin niyə qalmışsın? Mən Məmmədi Tuncay. Mən tutacağım. Ucalıb göylərə bir daha evməz. Şanlı istiqlalım, məşəli sönməz. Sənə məhəbbətim bitməz, tükənməz. Üç-rəngli bayrağım, şöhrətim, şanım. Mən sənə qurbanam, Azərbaycanım. Mavi ulu türkün Polad qoludur. Qırmızı millətin çağdaş yoludur. Yaşlı İslamdır, haqqın yoludur. Üç-rəngli bayrağım, şöhrətim, şanım. Mən sənə qurbanam, Azərbaycanım. Sağ ol, çox sağ ol. Sən işin. Vətən məni yetişdirib bu ellərə yolları. Torpağa qurban deyib Allaha ismarladı. Hamınız oxuyun. Çalış dedi, xidmət elə vətənə. Südüm sənə halal olmaz, sən baş əysən vətənə. Sağ ol.
Buyurun, söz sizdədir. Bu istiqamətdə həm Yevlax, həm Bərdə, həm Tərtər, həm Ağdam istiqamətində bayram abu havası davam edir. Çox sağ ol İsmail. İnsanlar günün səhər saatlarından etibarən şəhərdə, parklarda, küçələrdə, Yevlaxın kəndlərində bunu bayram edirlər. Azərbaycanın rəşadətli ordusu sayəsində ordumuz göstərdiyi şücaət nəticəsində torpaqlarımız işğaldan azad olundu və təbii ki, hər bir Yevlaxlının ürəyi doludur. Bu saatlarda hər kəsin ürəyi doludur. İstəyərəm öz sözlərini çatdırsınlar. Buyurun, zəhmət olmasa, özünüzü təqdim edin. Elnarə Əzizova, Yevlax şəhəri İcra Hakimiyyəti başçısının müavini. Böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bütün xalqımızın gözü aydın olsun. Bugünkü gündə hər birimiz Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında baş əyirik. Bu böyük qələbəni bizə yaşatdığına görə Ali Baş Komandan İlham Əliyev cənablarına, müzəffər Azərbaycan ordusuna qarşısında baş əyirik, özlərinin təşəkkürümüzü bildiririk. Və şəhidlərimizin ruhu qarşısında baş əyirik. Vətəni sevmək azdır, onu qorumaq gərək. Vətənin demək azdır, vətənin olmaq gərək. Çox sağ ol, təşəkkür edirəm. Sağ ol, sən işin. Əlvinə qalmışsın, müəllim Məmməd, cəbrə. Məmmədi Tuncay, Mən tutacağım, sən qal. ucalıb göylərə bir daha enməz. Şanlı istiqlalım, məşəli sönməz. Sənə məhəbbətim bitməz, tükənməz. Üç rəngli bayrağım, şöhrətim, şanım. Mən sənə vurğunam, Azərbaycanım. Mavi ulu türküm, polad qoludur. Qırmızı millətin çağdaş yoludur. Yaşlı İslamdır, haqqın yoludur. Üç rəngli bayrağım, şöhrətim, şanım. Mən sənə vurğunam, Azərbaycanım. Sağ ol, çox sağ ol. Sən də işin. Vətən məni yetişdirib bu ellərə yolladı. Torpağa qurban deyib Allaha ismarladı. Hamınız oxuyun. Çalış dedi, xidmət eylə vətəni. Südüm sənə halal olmaz, sən baş əysən vətəni. Sağ ol. Qarabağ Azərbaycan.